Herkese salam. Bugün yine sizlerle birlikte kısa short videosu ile karşınızdayım. Bugün komedixanaya gedəcəyik. Deməli yoldayıq. Tələsirdik deyə yolda makyaj elədim biraz. Burada da yaxınımız var. Onun uşağıdır və onlar da yol üstü bir yerdə buraxacaqdıq. Ona görə bizlərlə idilər. Ondan sonra burada yenə özümüzü göstəririk. Sonra acından öldüyümüz üçün gedirik restorana yemək yeməyə. Daha doğrusu o qədər də ac değildi. Sadəcə verilişdə olanda, komedixanada olanda acacağıq. Ona görə getdik bir şeylər atışdırmağa. Burada da lahmacun yemək qərarına gəldi. Ondan sonra qayıtdıq. İndi isə Xəzər TV-yə doğru gedirik. Burada da yenə özümü göstərirəm. Bəli. Burada mamanın iş yeridir deyə. Mama getdi bizdən qabaq girdi. Biz çöldə gözlədik 5 dəqiqə falan. Sonra biletlərimizi təqdim etdilər. Biz də içəri girdik. Burada da yenə xalamla özümü göstərəm sizə. Mama da bizi içəri girəndə çəkib oturub yerində. Onu da qoymaq istədiyim videoya. Aha. Bəli, hələ də baxırıq. Aha, burada keçirik, əyləşdik. Ücə ortamı sizə göstərirəm. Həqiqətən çox maraqlı, bir-birindən əyləncəli səhnələri var idi. Hələ bu səhnə vapşe gülməli idi də. İndi isə mən sakit dururam və sizə kadrları təqdim edirəm. Aha, burada isə birinci səhnəmiz bitdi, fasilə verildi və mən də getdim su içməyə. Daha doğrusu xalam su istədi, ona su apardım. Burada da keçdik ikinci səhnəmizə. Həqiqətən bu da çox maraqlı idi. Buyurun. Burada da indi soft video çıxarmağa çalışıram. Mamam çəkdi, çox sağ olsun. Burada da sonuncu səhnənin hazırlıqları gedir. Yevlax Bərdə idi deyəsən bunun adı. Həqiqətən çox sevilir o səhnə. Bir o qədər də gülməli idi. Aha, daha sonra səhnələr bitdi. Aktyorları bir-bir dəvət elədilər və sağollaşdıq. Həqiqətən çox maraqlı gün idi mənim üçün. Buradan da mamama təşəkkür eləyirəm. Daha sonra yorğun, bitmiş halda evə gedirik. Belə videolarımın davamı üçün like edib abunə olmağı unutmayın. Fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Hələlik sizləri sevirəm. Sağ olun.